Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda yumuşaq, dadlı, şokoladlı kruasanların hazırlanmasını sizinlə paylaşıram. Kruasanı çox asan, fərqli üsulla hazırlayıram. Çox da gözəl alınır. İndi keçək şirniyyatın hazırlanma qaydasına. Xəmir üçün əvvəlcə ərzaq qabına 250 ml stəkanla illıqdan biraz isti su tökürəm. Üzərinə 2 xörək qaşığı şəkər tozu, 1 dolu çay qaşığı da instant quru maya əlavə edib qarışdırıram. Maya tez əriyən maya olduğu üçün gözlətmirəm. Elə şəkər tozu ilə maya əriyəndən sonra qaba götürdüyüm unun çox hissəsini əlavə edirəm. Üzərinə 1 silmə çay qaşığı duz, 1 çay qaşığı da vanil əlavə edəndən sonra əvvəlcə bu ərzaqları biraz qarışdırıram. Kruasanın xəmiri üçün sadəcə sudan istifadə edirəm, süd məhsullarından istifadə eləmirəm, yumurta da vurmuram, çox gözəl alınır. Ələ yapışmayan yumuşaq bir xəmir olmalıdır. Xəmir üçün 3 stəkan un istifadə elədim, stəkan ölçüsü 200 ml-dir. Artıq qarışdırmaq çətin olduqda qalan unu da əlavə edib xəmir yoğururam. Kruasan üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Xəmiri yoğurandan sonra üzərinə 40 qram qaşıqla 1 dolu xörək qaşığı da kərə yağı əlavə edib yağla bir yerdə xəmiri yoğururam. İstəyə görə kərə yağını margarinlə də əvəz eləyə bilərsiniz. Yaxşı-yaxşı xəmiri yağla yoğurub, yağı yaxşı-yaxşı xəmirə yeridirəm. Belə gördüyünüz kimi yumuşaq, ələ yapışmayan bir xəmir alındı. Xəmirin üstünü örtüb bir 40 dəqiqə mayalandırıram. Xəmir artıq yaxşı mayalanıb, çox da saxlamıram. Çox qaldıqda mayanın qoxusu gəlir, ona görə çox saxlamıram. Əlimlə havasını çıxardıram, xəmiri bir yerə yığıb, havasını çıxardıram ki, bişəndən sonra da mayanın qoxusu gəlməsin. Yoğurduğum xəmiri əvvəlcə 4 yerə bölürəm, kəsdiyim hissələri də 2 yerə bölürəm. Ümumilikdə 8 hissəyə kəsirəm. Kəsdiyim xəmir parçalarından götürüb əlimlə yuvarlayıb kündələr tuturam. Hamısını eyni ölçüdə kündəliyib un səpdiyim qaba yığıram. Üstün örtüb bir 10 dəqiqədə kündələrin düşməsini gözləyirəm. İlk hazırladığım kündələrdən birini götürüb altın üstün unlayandan sonra yayıb yayma açıram. Nə çox nazik, nə çox qalın. Orta ölçülü, təxminən diametri 20-22 sm olan bir yayma yayıb açıram. Yaymanı yayandan sonra üzərinə yumuşalmış kərə yağı çəkirəm. Yağı öncədən 3-4 saat əvvəl soyuducudan çıxartmaq lazımdır. Qalsın, yumuşalsın. Yumuşaq olduqda onda yaymanın üstünə də çəkmək çox asan olur. Yağı da çəkəndən sonra videoda göstərdiyim kimi xəmirin bir tərəfindən kəsik atıram. Bir tərəfindən başlayaraq üçgün şəkildə üst-üstə təxminən 5-6 dəfə qatlayıram. Bu şəkildə qatlayanda xəmir qat-qat olur. Artıq qat-qat xəmir hazırlanmağa ehtiyac qalmır. Kündələrin hamısını eyni qaydada yayıb açıram. Yumuşalmış kərə yağından çəkirəm. Bir tərəfini kəsik atıb üst-üstə qatlayıram. Çox asan bir üsuldur. Artıq qat-qat xəmir hazırlamağa ehtiyac qalmır. Bu üsulla qat-qat xəmir alınır. Hamısını eyni qaydada hazırlayıb qaba yığıb üstünü örtürəm. Çox gözlətmirəm. Keçirəm kruasanları hazırlamağa. İlk hazırladığım qat-qat xəmirdən götürüb videoda göstərdiyim kimi əvvəlcə biraz yayıb böyüdürəm. Bükəndən sonra üstü hamar olması üçün tərs çevirəm. Nahamar üzündən
Yenə yayıb biraz böyüdürəm. Xəmir yağlı xəmirdir. Ona görə çox rahatlıqla istənilən şəkli vermək olur. Kənarlarını kəsib çıxardıram. O xəmiri də məsrəf eləmirəm. Elə xəmirin üstünə sərirəm. Kruasan üçün şokolad yağı götürmüşəm. Arasına 1 çay qaşığı şokolad yağı əlavə eləyirəm. Bir tərəfdən başlayaraq rulon kimi bükürəm. Uc hissələrini biraz çəkib uzadıram. Üstünə gətirib belə gördüyünüz kimi gözəl kruasanlar hazırlayıram. Birini də hazırlayım. Yenə eyni qaydada qat-qat xəmiri yayıb böyüdürəm. Tərs çevirirəm. Nahamar üzündən yayıb düzəldirəm. Kənar hissələrini kəsib çıxardandan sonra ona da 1 çay qaşığı şokolad yağı əlavə edirəm. Mən şokolad yağı ilə hazırladım, amma istəyə görə bişmiş qatlaşmış südlə də hazırlamaq olar. Onu da yenə eyni qaydada büküb kruasanları hazırlayıram. Hazırladığım kruasanları yağlı kağız sərdiyim formaya düzmüşəm. Üstün örtüb bir 15 dəqiqədə yerində mayalandırıram. Mayalanmış kruasanların üzərinə çəkmək üçün bir ədəd yumurta sarısı götürmüşəm. Kruasanların üstünə yumurta sarısı çəkəndən sonra öncədən qızdırdığım 180 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızarana kimi bişirirəm. Şirniyyatım artıq bişib, sobadan çıxartmışam. Çox yaxşı qabarıb, çox yaxşı qızarıb, çox gözəl kruasanlar alınıb. Hazırlanması çox asan olan bir kruasan reseptidir. Çox asan bir üsuldur. Qat-qat xəmiri hazırlayıb, soyuducuda gözlətməyə ehtiyacı yoxdur. Elə hazırlayıb, tez bir vaxtda da bişirmək olur. Çox gözəl kruasanlar alınır. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Kəsək görək içərisi necə alınıb. Yumuşaq, çox dadlı, qat-qat şirniyyat alınıb. Siz də bu üsulla tez bir vaxtda hazırlayıb məktəbə gedən uşaqlarınızın çantasına qoya bilərsiniz. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomuzu bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.